Xanım Zeynəb salamullah aleyha, Əhl-i Beyt əleyhimussalamın evində böyüyen, şərəfli bir ailədə dünyaya gələn bir xanımdır, əzəmətli bir xanımdır, əzəmətli bir insandır. Nəinki xanımlara nümunə olacaq bir kəsdir, həmçinin də həyatı keşməkeşli, bəlalı, imtihanlı olsa da böyük ibrətlər və dərslər həmçinin bizim bəşəriyyətin demək olar ki, kişiləri üçün də örnəkdir. Xanım dünyaya gələndə Həzrət Peyğəmbər sallallahu aleyhi hədis bu cür nəql olunur ki, səfərdə idi və əleyhissalam və bu ailə gözlədilər ki, Həzrət Peyğəmbər sallallahu aleyhi də gəlsin, bir növ müjdə versin və həm ailə Peyğəmbəri təbrik eləsin, həm də Peyğəmbərin göstərişini gözlədilər və nəhayət Peyğəmbər sallallahu aleyhi səfərdən qayıdıb gəldi. O körpəni təqdim elədilər Həzrət Peyğəmbərə. Birincisi bu idi ki, təbrik elədi, müjdə verdi bu uşağın dünyaya gəlməsi ilə. Və ikincisi də bu idi ki, üzün tutdu, əmisi oğlu Həzrət Əleyhissalama soruşdu ki, bu uşağı nə adlandırmışsınız, nə ad seçmişsiniz bu uşaq üçün? Əleyhissalam buyurdu ki, biz Allahın Rəsulundan heç bir işdə qabağa keçmədiyimizə görə bu işdə də uşağa adı qoyma mərasimində də qabağa keçmədik. Ona görə gözlədik ki, Allahın Rəsulu gəlib özü uşağa bir ad seçsin. Həzrət Peyğəmbər sallallahu aleyhi də elə bil ki, sanki bu cavabı gözləyirdi. Dedi, Allahın Rəsulu da heç vaxt Allahdan qabağa keçməyib. Ona görə Allah nə məsləhət bilərsə, nə adı seçibsə, onu deyər, biz də onu uşağa adlandırarıq. Elə həmin vaxtı vəhiy mələyi Həzrəti Cəbrail nazil oldu, Allahın salamını Peyğəmbərə və Əhl-i Beytinə çatdıraraq ardınca buyurdu ki, Allah bu uşağın adını, bu qızın adını Zeynəb seçir. Və Həzrət Peyğəmbər sallallahu aleyhi də ki, uşaq dünyaya gələrkən hansı müstəhəb işlər ki var, o işləri yerinə yetirdi. Məsələn, sağ qulağına, azan, sol qulağına iqamə oxuyaraq uşağın adını Zeynəb qoydu. Adın mənası belə olur ki, Zeynəb, yəni atasının Zeynəti. Biz deyərdik ki, Həzrət Zeynəb salamullah aleyha nəinki Həzrət Əleyhissalamın Zeynətidir, Əleyhissalam ki, İslamın tərkibində olan bütün gözəl xüsusiyyətlərin belə deyək, göstərən Həzrət Əleyhissalamdır. Xanım Zeynəb salamullah aleyha da əlinin zinəti, yəni atasının zinəti olmaqla yanaşı həmçinin də İslamın zinətidir.